mərkəzdə bir dənə gözəl mənzilimiz çıxıb satışa. Tam mərkəzdə, məktəblərə yaxın, bazara yaxın, Grand Marketin yanında. Əsas yol Heydərliyə prospekti. Əşyalı 110 kvadrat kupçalı. Daxil olub da mənzilə tanış olaq. Xırdalanın tam mərkəzində. Grand Marketin arxasında xanımlar və belə 110 kvadrat, 143 min manatdır. Qəşəng də endirməyəcək ev sahibi narahat olmur. 110 kvadrat 4 otaq. Duplex mənzil. Əsas giriş hissəsidir. Gördüyünüz kimi bax belə. Bir dənə orada var, şkaf var, dolab. Evin artıq əşyalarını yığa bilərsiniz. Yekə, uzun, nə istəyirsən yığ getsin. Qonaq otağına bax, xanımlar və bəylər. Bir dənə qonaq otağına girişinə baxın. Evdə görülən əşyalarla birgə satılır, xanımlar və bəylər. Xırdalanın tam mərkəzində bazarlara piyada məsafə, məktəblərə, bağçalara, KFC, McDonald's yeni açılmış, hər yerə piyada məsafə. 110 kvadrat tam təmirli. İstəyirsən isə kombili. Burada yerləşir mətbəx. Gördüyünüz kimi mətbəx mebeldir, qazlı daş aspiratordur. Hamısı quraşdırılıb qaydasındadır. Hətta soyucusunun yerinə kimi var. Sistemi kombili, 2 sürətli lifti, qazı, suyu, işığı, bütün kommunallar mövcuddur. Burada yerləşir balkonu. Bir dənə zəhmət olsa panoramasını da göstər şəhərin. Prospektə baxır. Tam mərkəzdə xanımlar və bəylər. Kupçalıdır. Bəli, kupçalıdır. Sanitar qoşağı bütün aksesuarlarla quraşdı, yəni təmin olunub xanımlar və bəylər. Bir dənə yataq otağına bax. Səliqəliyə bax demə. Bu yataq otağında kondisioner var. Bu yataq otağından da eyvana çıxışı var xanımlar və bəylər. Çox fərah evdir, işıqlı evdir, geniş evdir, səliqəli evdir. Sistemi, kombidi. Qalxa bir dənə ikinci mərtəbədə tanış olaq. Orada ikinci otaq var yuxarıda olan. İkinci mərtəbədə də 2 dənə yataq otağımız var xanımlar və bəylər. Solda yerləşir bir yataq otağı, əşyalı satılır, evdə yerlər bütün əşyalarla bir gəlir. Burada da yerləşir digər yataq otağımız. Start qiymət xanımlar və bəylər 143 min manatdır. Kupçalıdır. Real alıcı olsa qəşəng endirməyəcəm, narahat olmayın. Səhifədə nömrə var, əlaqə saxlaya bilərsiniz. Səhifəni takib etməyi unutmayın. Sağ olun, var olun.